Kanada təhsil vizasından rədd cavablarının sayı niyə artır? Bu günləri bu videoda son zamanlar sizdən gələn məktublar əsasında video çəkirəm ki, Kanadada təhsil vizası ilə müraciət edən tələbələrin əksəriyyəti vizadan rədd cavabı alır. Və əvvəlki illərdə əgər sizə iki səbəblə rədd cavabı gəlirdisə, biri ölkəyə qayıtmamaq səbəbi, ikincisi isə maddi durum. Yəni ödənişlər, pul göstərmək, bank hesabı filan hamısının uyğunsuzluğu gəldiyinə görə rədd cavabı gəlirdisə, artıq bu ildən üçüncü bir yeni səbəb var ki, Kanada təhsil vizasından tələbələr rədd cavabı alırlar. Diqqətlə və sona qədər qulaq asın və siz də həmin səbəbi öyrənin. Əgər siz də müraciət edirsiniz təhsil vizası ilə fərqi yoxdur. Ailəvi müraciət edirsiniz, tək müraciət edirsiniz. Ailəviz sizlə bir yerdə təhsil almağa gəlir və ya siz təhsil almağa gəlirsiniz, ailəviz də turist vizası ilə gəlirsə, bu videoda sizin üçün əhəmiyyətli olacaq. Çünki dediklərim hamısı real hadisələr, real rədd cavabları, real müsbət cavablar əsasında çəkilir. Çünki əgər siz canlı yayımları da izləyirsinizsə, mənim elədiyim digər sosial media platformalarında insanlar sual verirlər. Əksəriyyəti bu rədd cavabı səbəbindən Kanada vizasından geri çəkilirlər. Və mən də bu Kanada immiqrasiya proqramları haqqında məlumat paylaşan biri olduğum üçün bunun sizə səbəblərini göstərəcəm. Əvvəlcədən deyim ki, bax, bu üçüncü səbəb ki var sizə deyirlər ki, təhsil vizası üçün müraciət eləyirsiniz və cavab o olur ki, seçdiyiniz proqram digər ölkələrdə olduğu halda Kanadanı seçməyiniz inandırıcı gəlmir. Və bu üçüncü səbəb həddən artıq insanlara rədd cavabına səbəb olur. Təhsil vizasıyla, belə deyək də, təhsil şirkətləri ilə vizaya müraciət edirsinizsə, öz işinizdir. Özünüz müraciət edirsiniz, fərqi yoxdur. Mənim mentorluq proqramıma yazılmaq istəyirsiniz, heç bir fərqi yoxdur. Bu video sırf sizə aid olur ki, öyrənin, özünüz də müraciət edə bilərsiniz. Fərqi eləmir ki, tək müraciət edirsiniz, ödənişi özünüzə saxlayırsınız, şirkətlə edirsiniz. Şirkətlə eləsəz də belə, bilin ki, o şirkət sizə nə yazır. Çünki Letter of Explanation sənədi təhsil vizası üçün ən önəmli sənəddir. Sənədlərdən biri demirəm, təhsil vizası üçün ən önəmli sənəddir ki, bunu düzgün yazmalısınız. Bəzi hallarda insanlar deyirlər ki, mənim məsəl üçün tanışım var, Letter of Explanation sənədi yazmadan viza müraciətinə müsbət cavab alıb və bu necə olur? Təbii ki, bu da mümkündür. Letter of Explanation sənədi yazmayan insanlardan da biz özümüz də qəbul almışıq və bu hansı hallarda olur ki, sizə ehtiyac olmur. Təhsil vizasına müraciət elədikdə göstəriciləriniz həddən artıq yüksəkdir. Siz deyək ki, magistr proqramına müraciət eləyirsiniz. Sizin bakalavr göstəriciləriniz, akademik göstəricilərdən, professional göstəricilərdən söhbət gedir. Akademik göstərici nədir? Sizin GPA balı, ümumi təhsil, orta nəsə UOMG deyilir də Azərbaycanda. Ümumi orta təhsil balı yüksək olmalıdır. İngilis dili sertifikatınızdakı balın həmin o 6-5-dir, nə bilim 6 baldır IELTS-dan, TOEFL-dan olsun, Duolingo-dan, bəzi universitetlər hələ də qəbul edirlər. Balınız yüksək olmalıdır. Bundan da əlavə sizin iş təcrübəniz var və bu iş təcrübənizdə oxuduğunuz ixtisasa aiddir, həddən artıq uğurlu, belə deyək, karyera keçirsiniz və sizin belə müraciət elədiyiniz ixtisaslardan asılı olaraq akademik hər hansı bir scientific publication'ımız olub. Yəni, elmi işlərimiz olub və bu da sizin üçün kömək olur ki, Letter of Explanation sənədi yazmadan müraciət eləyib müsbət cavab ala bilərsiniz. Orada əlavə sənədlər də var. Supportive document hissələri var ki, bunlar optionaldır. Amma support eləyir sizi. Yəni, həqiqətən də sizə dəstək olur ki, vizadan yüksək şanslarla müsbət cavab alasınız. Və bu hansıdır? Məsəl üçün, siz recommendation letter alırsınız, tövsiyə məktubu. Həm sizin professorlardan, sizə dərs deyən hər hansı bir elmi işçilərdən, müəllimlərdən recommendation letter alırsınız, həm də iş yerindən sizin, deyək ki, HR-vuz olsun, şöbə müdürü olsun, direktor olsun, bu insanlar sizə tövsiyə məktubu verirlər. Azərbaycanda təəssüf olsun ki, bir çox insanlar viza almayana qədər işlədikləri şirkətdə heç kimə demirlər ki,
qoy vizanı alım ondan sonra beləcək. Çünki mən indi bilsələr ki, viza müraciət eləyirəm, məni işdən çıxartmağa çalışarlar, sənəd verməzlər və mənim viza işim alınmasa da mən məcburam ki, təzədən başqa bir iş axtarım. Amma hazırki işim də yaxşıdır, bunu da itirmək istəmərəm. Əgər bu viza rədd cavabı gəlsə. İndi bunu özünüz qərar verməlisiniz ki, nə yolla həll eləmək istəyirsiniz? Bu sizin özünüzə qalıb. Amma iş yerindən aldığınız letter of explanation, recommendation letter mütləq ki, sizə kömək olacaq. Və keçək sizin o biri məsələlərə ki, necə eləyim ki, təhsil vizasına müraciət eləyəndə səfirliyi inandırım ki, mən başqa ölkələrdə niyə oxumuram, sırf Kanadadakı bu universitetdə oxuyuram və həmin o üçüncü səbəb ki var, vizadan rədd cavabı gəlir. Artıq neçə vaxtdır ki, bu iki səbəbdən ölkəyə qayıtmamaq, təhsil bitəndən sonra və maddi vəziyyət uyğunsuzluğu tərəfdən insanlara rədd cavabı gəlmir. Bu üçüncü yeni səbəblər. Əslində bu biraz bəhanədir və biraz da belə deyək də çətinləşdirmək kimi fikirləşiblər ki, insanlar həqiqətən də bacarıqlı halda gəlsinlər Kanadaya. Bu o deməkdir ki, siz tutarlı bir səbəb göstərməlisiniz ki, mən bu ölkəyə, bu şəhərə, bu universitetə, bu ixtisasa müraciət eləməyim səbəbi odur ki, həqiqətən də bu digər universitetlərdə, digər ölkələrdə düzgün təhsil olunmur. Amma bunu negativ yollarla deməməlisiniz. Belə deyək də, Kanadada bu universitetə müraciət eləyən zaman qəbul almısınız və bununla da vizaya müraciət eləyirsinizsə, başqa universitetləri pisləməyin, başqa ölkələri pisləyib Kanadanı gözə soxmayın. Sadəcə həmin bu universiteti Kanadada niyə görə güclü olduğunu və ondan sonraki abzasda bunun niyə görə qlobalda güclü olduğunu göstərməlisiniz. Bu proqramın niyə görə güclü olduğunu göstərməlisiniz. Və bunu da hansı hallarda göstərirsiniz? Universitetin və yaxud da ki, kollecin saytını həddən artıq axtarmalısınız. Düzgün araşdırma eləməlisiniz ki, bu universitet tələbələrə nə təklif edir? Məzun olandan sonra iş axtarmaq, iş tapmaq şansları necə yüksəkdir? Və çalışın ki, orada bir dənə incə məqam var ki, onu düzgün bildirəsiniz. Mən dedim sizə ki, təhsil bitəndən sonra məzunların iş axtarıb iş tapmaq faizləri niyə yüksəkdir? Bax, orada diqqətli olun ki, Kanadaya yönəlməyin ki, təhsil bitəndən sonra Kanadada iş axtarmaq, Kanada qalmaq. Bunu ona yönəltməyin. Heç öz ölkəmdə də deməyin. Bunu sadəcə ixtisaslı biri olaraq şəxsi karyeramda, inkişafımda çox böyük bir töhfəsi olacaq, çox böyük bir üstünlüyü olacaq. Ona görə müraciət eləyirəm. Daha bir səbəb niyə görə ola bilər? Sizə ixtisasa müraciət eləyirsinizsə, həmin ixtisasda dərs deyən bir müəllimi tapırsınız, hansı ki, globally, belə deyək, tutaq ki, Nobel mükafatı alıb və yaxud da bunun öz sahəsi üzrə ən yüksəyidir. Bunun yazdığı hər hansı bir elmi iş var ki, siz həqiqətən o elmi işin içindən bir məsələni tapmışsınız və bunu orada qeyd eləmişsiniz. Artıq görünür ki, həqiqətən də bu müəllim bu universitetdə işləyir. Bu başqa ölkədə, başqa universitetdə işləmir. Mənim bu universiteti seçməyimin də ən başlıca səbəblərindən odur ki, mənim ixtisasıma aiddir və ixtisasıma aid olduğu halda bu müəllimin də təklif elədiyi dərs həqiqətən mənim gələcəyim üçün çox böyük rol oynayacaq. Bu kiçik bir səbəblərdir. Daha böyük səbəblər də var ki, mən indi bütün hamısını burada açıb sizin üçün letter of explanation sənədi yaza bilmərəm. Yazdığım da olub, kanalda var, YouTube kanalında var. Ətraflı özümün letter of explanation sənədim, rədd cavabı alıb, sonra da mənlə müraciət edən tələbələr üçün yazdığım letter of explanation sənədləri var. Amma bu videoda sırf sizin üçün onlar haqqında hamısından danışıb məlumat verə bilməyəcəm. Yəni deməyim odur ki, sizə kimlə müraciət eləyirsiniz, necə müraciət eləyirsiniz, eləyin. Amma hazırda bu üçüncü rədd cavabının səbəbi ki var, bunu düzgün araşdırma eləməlisiniz. Bunu düzgün yerinə yetirməlisiniz ki, həqiqətən də müraciət elədiyiniz zaman səfirlik də baxıb görsün ki, bu insan düzgün araşdırma eləyib. Bu insanın məlumatı var ki, niyə görə mən bu universitetdə oxuyacam. Və başqa bir səbəb də deyə bilərəm sizə ki, bir çox hallarda insanlar deyirlər ki, inclusivity, yəni ki, insanların fərqi yoxdur, genindən, irsindən, rəngindən, dinindən fərq eləmir. Burada hər bir tələbələr multikultural environmentdə, mühitdə təhsil alırlar. Bunu qeyd eləyə bilərsiniz. Amma, belə deyim, bunu sırf əsas priority kimi göstərə bilmərsiniz. Çünki
Tək Kanada deyil ki, immigrantlara olsun, nə bilim miqrantlar olsun, onlara inklüziv təhsil verir. Avstraliyada var bunun içində, İngiltərədə var bunun içində. Artıq müxtəlif universitetlər, demək olar ki, dünyanın hər bir universitetində inklüziv təhsil var. Ona görə də bu əsas səbəb deyil. Sadəcə alt bir səbəbdir ki, ikinci bir səbəb bunu da göstərə bilərsiniz. Və bütün bunları deyək ki, düzgün göstərmisiniz. O demək deyir ki, siz financial tərəfdən hər bir şeyi kənara atmalısınız və ya sizin ölkəyə təhsil bitəndən sonra öz ölkənizə və digər bir ölkələrə köç eləmək planlarınız necədir, iş axtarmağınız necədir? Burada da biraz diqqətli olun ki, bir çox insanlar səhv eləyirlər. Təhsil bitəndən sonra öz ölkəmə mütləq ki qayıdacam və bu mənim üçün vacibdir. Nə bilim, bir çox insanlar göstərirlər ki, valideynləri xəstədir. Bir çox insanlar göstərirlər ki, onların övladları qalıb orada. Birincisi, əgər siz təhsil almaqdır məqsədi və nə bilim, özünüzü inkişaf elətdirməkdirsə, ailə dəyərləri də orada güclü olmalıdır. Mən uşağımı qoyum orada, bir yoldaşımla gedim oxuyum, sonra qayıdım təzədən uşağıma birləşim. Elə bir şey olmur, elə bir dünya yoxdur birincisi. Çünki inandırıcılıq gəlmir. Bəzi adamlar səbəb fikirləşirlər ki, mən övladımı qoyuram Azərbaycanda, özüm yoldaşımla gedirəm xaricdə oxumağa ki, yoldaşım mənə dəstək olacaq, sponsorship olacaq. Bu 100% səhv bir səbəbdir. Şirkətlər ola bilsin sizə bunu deyiblər ki, viza müraciətində sənədlərinizi gücləndirmək üçün uşağı Azərbaycanda qoymağı göstərək. Yox, bunu eləməyin, səhvdir bu və sizin üçün rədd cavabı olacaq. Belə deyək, çox uzatmayaq bunu. Əgər siz düzgün immiqrasiya eləmək istəyirsinizsə, Letter of Explanation sənədini düzgün yazmaq istəyirsinizsə, mənim mentorluq proqramıma qoşula bilərsiniz. Ödənişlidir, yenə deyirəm, mentorluq proqramı ödənişlidir, hər kəs üçün də deyil, sadəcə göstəriciləri uyğun olan insanları qəbul edib hazırlaşdırırıq növbəti viza müraciətinə və heç kim sizə viza sözü verə bilməz, heç kim sizə vəd elə bilməz, 100% qəbul, qarantiya falan heç kim eləyə bilməz. Eləyirsə 100% ki, bu yalandır və skamdır. Profildəki linkdən, nə bilim, rəydəki linklərdən keçid eləyin, yazılın, özünüzdə müğayət olun, sualları da mütləq qeyd edin ki, ona aid də sizin üçün video çəkib paylaşaram. Hələlik.